Kanal 21-ə müraciət edən Ağcabədi rayon sakini, müharibə iştirakçısı Eldar Bəşirov Almaniyadan gətirdiyi avtomobillə Qazax rayonu ərazisində yerləşən Sınıq Körpü gömrük keçid məntəqəsindən ölkəyə daxil olarkən gözlənilməz problemlə üzləşib. Onun sözlərinə görə, gömrükdə Paşa Sığorta Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Tofiq Quliyev tərəfindən süni əngəllər yaradılıb. İddiaya görə vətəndaşın avtomobili artıq başqa şirkət vasitəsilə sığortalanmış olsa da, Tofiq Quliyev həmin sığorta sənədini qəbul etməyib və yalnız Paşa Sığorta şirkətindən 97 manat ödənişlə yeni sığorta alacağı təqdirdə keçidinə icazə veriləcəyini bildirib. Məsələ daha da irəli gedərək vətəndaşa iki variant təklif olunub. Ya dərhal 97 manat ödəyərək Paşa Sığortadan yeni sığorta almaq, ya da 3 gün gözləyib həmin şirkətə sorğu göndərilməsini gözləmək. Vətəndaş etiraz etsə də nəticə dəyişməyib. Polis müdaxiləsi belə problemi aradan qaldıra bilməyib. Sonda o məcburiyyət qarşısında qalaraq ödəniş edib və keçidinə icazə alıb. Yaranmış vəziyyət suallar doğurur. Nəyə görə gömrük keçid məntəqəsində yalnız müəyyən sığorta şirkətinə üstünlük verilir? Digər şirkətlərdən alınmış etibarlı sığortalar niyə qəbul edilmir? Bu cür hallar vətəndaşlardan əlavə ödəniş tələb etməklə qanunvericiliyin pozulması anlamına gəlir. Sonda onu da bildirək ki, Kanal 21 olaraq səsləndirilən iddialarla bağlı heç bir məsuliyyət daşımırıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Kanal olaraq ictimailəşdirmək bizim işimizdir, tədbir görmək və ümid isə aidiyyəti qurumlara və Allaha qalır.